Bunları zəng işinə buraxmaq olmaz, həvəsli olsa belə. Satışda işçilər motivasiyaya görə 5 tipə bölünür. Birinci, pulçu. Komanda mədəniyyət vecinə deyil, yaxşı ödə, bonus ver, işləyər. Amma başqası 1 manat artıq versə düşünmədən gedər. İkinci, statusçu. Ona daim tərif, diqqət lazımdır. Verməsən işləməyi dayandırır. Yalnız nəzarət altında işləyir. Üçüncü, nəticəçi. Rutində boğulur, eyni işdən sıxılır, bezir, gedir. Çətin, dinamik iş onun üçün ən yaxşısıdır. Satışda ən güclüsü budur. Dördüncü, sistemçi. Mühasib, administrator. Monoton işi yaxşı görür, amma satışda yeri yoxdur. Beşinci, romantik. Dizayner, SMM. İlham var, slash yox. Satış şöbəsində ümumiyyətlə olmamalıdır. Yekun. Satışa pulçu və nəticəsi götür, statussu ehtiyatlı ol. Amma diqqət, ən yaxşı tip belə, tək adamdır. Xəstələnir, yorulur, gedir. Ona görə zəngləri bir tipə yox, gecə-gündüz fasiləsiz işləyən komandaya verin. Zəng edin, pulsuz konsultasiya edək. Nömrə təsvirdədir.